Salam əleykum. Hər vaxtınız xeyir olsun. Qardaş, deməli, bu aparat Türkiyənin brend aparatıdır. Keyfiyyət nişanı adı üstündə. Güya ki. Bunu aldım mən. Üstündə 3 kilovatlıq bax, volt motoru ilə. Bax bu motor. Bunu yandırdım. Ondan sonra getdim 5 kilovatlıq bu motoru aldım. Qoydum reminlə, onu yandırdım. Bu Türkiyənin o zavod işçilərinə nə demək istəyərdim? Demək istəyərdim ki, bu belə suarda bir Sərxan adlı bir qardaş var. Onu aparalar, onunla məsləhət alarlar. O mənə dedi ki, Zülfikar, o reminlə işləməyək. Onun bir dənə işləmə qaydası odur ki, oradan remini ləğv ilə bu şəkildə yığdı. Bu şəkildə. İnan ki, 2 dəfə artıq yemüdür. 2 dəfə artıq yemüdür. Proyekt onundur. Yəni plan, proyekt o kişinindir. O kişiyə halaldır valla. O kişiyə halaldır. O kişinin qiymətini bilmək lazımdır. Gəlib düşüb də Azərbaycana hamıya da əl atır, kömək eləyir. Hamımız çoxuq o təhdir. Allah kimin adıdır. Zavod 2 dənə motor yandırdım. Apardım, sarıtdırdım İsra ayınlarda. Gətirdim futulku ilə. Dedi, bu sistemi olayaqsa yanmayaq. Bu sistem akaza. Bunun zavod nətər fikirləşmir ki, bunu ora qoymur. Yalanlar remeni qoyublar. Burada 2 dənə motor yandırdım. Elə 2 dənə motorun da qiymətinə bir yaxşı aparat eləyir. Bax, yəni Türkiyənin zavod malıdır. Güya ki, keyfiyyət nişanı üstündə. Hamba Sərxan Usta'nın, qardaşın o belə suarı balası düzəltdiyi iş, bundan 10 dəfə keyfiyyətli. Mən bilmədim vaxtında, elə onu almışam ondan birini. Almışam, ot üçün almışam. Prosta bu düşdü, aldım, elə bildim bu yaxşı bir şeydir. Yaxşı olmaq üçün də yenə o düzəltdi. O olmasaydı, Allah hamd olsun, elə bunu aparıb metalloma verməkdən başqa yaram. Çünki motoru qoysan, motor dözmür. Motoru qoysan, motor dözmür. Allah onun köməyi olsun, qardaşlar. İş görələndə sənətkara gördürmək. Bax, bu proyekt onundur. Özü bunu düzdü, qoşdu. Bax, elə üyüdür, Allaha and olsun, elə üyüdür. Bax, bu saatlarımda laf işə də salım onu. İşə də salım. 5 dəqiqə keçəyək. İşə də salıb. Baxılsın ki, bu işə də düşəndə nə tər düşür. Bax, qardaş. Elə bir aborot götürür ki, hələ tam hazır deyil. Bir-iki şeyləri var. Çatmır. Təkəm. Bir dənə trajeniya yox, bir şey yox. Halal bu kişiyə. Bu onun proyektidir. Motordan, yanmaqdan, zaddan canım tutardı. Allah hamının köməyi olsun, o qardaşın Allah köməyi olsun ki, bütün cəmaatı bax belə başa salır, yoxsa zavod malı işləmir.